Alveollarda qazlar mübadiləsi necə olur? Deməli, venoz qandan ayrılan karbon qazı ağciyər alveollarına keçir və nəfəs verdikdə isə orqanizmdən xaric olunur. Amma alveollardakı oksigen qazı isə qana keçərək hemoqlobin ilə birləşir və oksihemoqlobin əmələ gətirir. Və bu oksihemoqlobin bu formada toxumalara daşınır. Toxumalara gələn arterial qanın tərkibindəki oksigen birləşmiş olduğu hemoqlobindən ayrılaraq qana, oradan toxuma mayesinə, oradan da hüceyrələrə keçərək oksidaşma prosesində iştirak edir. Oksidaşma nəticəsində isə əmələ gələn karbon qazı qana keçir. Karbon qazının da az bir hissəsi hemoqlobinlə davamsız birləşmə əmələ gətirir, çox hissəsi isə bikarbonatlar şəklində daşınır.